tək olan Allah və həyatın məqsədi. Təsəvvür edin ki, bir sıra ağır daşlar bir-birinə söykənib. Əgər hər daş öz arxasındakına söykənibsə və arxadakı da başqa birinə söykənibsə, bütün daşlar aşıb düşəcək. Onların hamısının ayaq üstə qalması üçün sonuncunun heç nəyə söykənməyən bir şey olması lazımdır. Hər şeyi saxlamağa qadir olan, tək başına duran və başqa heç nəyə ehtiyac duymayan güclü bir şey. Kainatdakı hər şey o daşlara bənzəyir. Hər daşın ayaq üstə qalmaq üçün digər daşlara söykəndiyi kimi, kainatdakı hər şeyin də mövcudluğunu davam etdirmək üçün bir çox başqa şeylərə ehtiyacı var. Sizin havaya, suya və qidaya ehtiyacınız var. Qidanın torpağa, yağışa və günəşə ehtiyacı var. Günəşin fiziki qanunlara tabe olmağa ehtiyacı var. Hara baxsanız bir şeyin bir neçə başqa şeyə asılı olduğunu görərsiniz. Elm bu əlaqələri çox yaxşı təsvir edir. O bizə bir şeyin digərindən necə asılı olduğunu söyləyir. Lakin o, bütün bu daşlar sırasının niyə ilk növbədə ayaq üstə durduğunu izah etmir. O, hər şeyi saxlamağa nəyin gücü çatdığı sualına cavab vermir. Bunu başa düşmək üçün biz asılı olan şeylər zəncirindən kənara baxmalıyıq. Hər şeyi saxlayan, lakin özü heç nəyə söykənməyən və heç nədən asılı olmayan bir varlıq olmalıdır. Bütün şeyləri saxlayan, lakin başqa heç nə tərəfindən saxlanılmayan o varlığı biz uca Allah adlandırırıq.